Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Söhbətimiz mərifətşünaslıq mövzusundan qabaq fəlsəfənin zərurəti haqqında bəhs eləyirdik ki, sona demək olar ki, bəhsimizi sona çatdırdıq, amma bir neçə məsələ sual-cavab formasında mövcuddur, qalıb ki, onları qeyd eləyək, oxuyaq, sonra inşallah mərifətşünaslıq mövzusuna başlayarıq. Məsələ bundan ibarət idi ki, fəlsəfə zəruridir və labüddür. Yəni, fəlsəfədən kənar biz çıxa bilmərik. Hər bir məsələdə bizim fəlsəfəyə ehtiyacımız görünür və hər hansısa bir məsələni həll etmək üçün labüddür ki, fəlsəfəyə müraciət edək. Bu sahədə bir neçə dənə şübhə var idi, bir neçə şübhə yaranır. O şübhələri qeyd eləyirdik ki, bu demək olar məsələnin sonudur ki, onu qeyd eləyək, sonra yeni bəhsə keçərik. Birinci şübhə bundan ibarətdir, keçən dəfə dedik, yəni. Dedik ki, əgər siz bu qədər fəlsəfəni ki, şişirdirsiniz, bu qədər fəlsəfəni ki, böyüdürsünüz, mənası budur ki, bizim fəlsəfə dünya görüşündən başqa bir dünya görüşü yoxmuzdur. Halbuki bizim dini dünya görüşü, elmi dünya görüşü, irfani dünya görüşləri var. Məhz dünya görüşü ancaq və ancaq dünya görüşündən məqsəd o world view idi də, dedik də, yəni xüsusi mənada, yəni baxış açısı aləmə və yaranışa. Məhz fəlsəfədən ibarət deyil ki, dünya görüşü, deyək ki, bütün məsələlər fəlsəfə ilə həll olmalıdır. Bəziləri dini dünya görüşünə məsələsini həll edir, bəziləri irfani dünya görüşünə, bəziləri elmi dünya görüşünə məsələləri həll edir. Cavab verdi ki, ümumiyyətlə bir cümlə. Bizim nə dini dünya görüşü, nə irfani dünya görüşü, nə də elmi dünya görüşü adlı bir konsepsiyamız yoxdur, anlayışımız yoxdur. Bizim bir dənə dünya görüşümüz var, o da fəlsəfi dünya görüşüdür. Bəli, dini dünya görüşü yoxdur, mənası o demək deyil ki, dini dünya görüşü, yəni fəlsəfi dünya görüşündən aşağıdadır. Yox, fəlsəfi dünya görüşündən çox-çox yuxarıdadır. Yəni, biz fəlsəfə və ağılla əsaslı, məsələn, prinsipləri, əsas dinin prinsipləri ki var, biz ağılla onu isbatladıqdan sonra dinə müraciət edirik ki, bəli, dini məsələlərdə bizə ağıldan üstün məsələləri açıqlayır dini dünya görüşü. Amma dini dünya görüşündən qabaq ilk əvvəl gərək hər hansısa bir dinin əsası sayılan, məsələn, insanşünaslıq, başlanğıc, qurtuluş, bunların özü ağılla isbatlansın ki, sonra dinə müraciət edək. Düzdür, bu ağılla isbatlanmaq fəlsəfi dünya görüşüdür. Deməli, yəni fəlsəfi dünya görüşü, hətta dini dünya görüşündə də bizim fəlsəfi dünya görüşünə ehtiyacımız var. Elmi dünya görüşü haqqında danışan ümumiyyətlə elmi dünya görüşü heç bir şey isbatlamır və heç bir şey inkar etmir. Dünya görüşü dediyi ya isbatlamalıdır, ya da inkar etməlidir. Halbuki elmi dünya görüşü, ümumiyyətlə elmi dünya görüşü deyilən bir şey yoxdur. Çünki elm ancaq və ancaq şərti bir məsələləri bizim qarşımıza qoyur. Əgər belə olsa, belə olacaq. Amma demir ki, mütləq bu belədir və yaxud mütləq belə deyil. O mütləq belədir, mütləq belə deyil, fəlsəfi dünya görüşü olmalıdır ki, biz sonra elmi dünya görüşündən də lazımı qədər istifadə edə bilək. İrfan dünya görüşündə də danışanda, irfan dünya görüşü də yenə də fəlsəfəyə möhtacdır. İrfan bəndəlik deyil, bəndəlik ilk öncə gərək tanımaqla başlasın da. Tanımaq da nə deməkdir? Yəni fəlsəfi dünya, tanımaq fəlsəfi dünya görüşü. Yəni gərək mərifət olsun, bir dünya görüşü olsun ki, o dünya görüşü əsasında biz irfan məktəbinə də daxil ola biləydik. Yoxsa birdən-birə sən daxil olsan, əyilib düzəlirsən, kimin qabağında? Bu kimin qabağında əyilib düzəlir? Bu fəlsəfi dünya görüşüdür. Kim? Nə? Nə üçün? Hara? Bu hamısı fəlsəfi dünya görüşüdür. Deməli, irfan üçün də bunun yəni ibarəsində söhbət eləmişdik. Ona görə mən belə tez-tez keçdim. Bunu bəhs eləmişdik. İbarəsini də oxuduq. İkinci məsələ bundan ibarət idi ki, burada qaldıq. İkinci məsələ bundan ibarət idi ki, ümumiyyətlə bizim əgər ehtimalı, müvəffəqiyyət ehtimalı az olan məsələlərdə nəyə görə biz çalışaq? Şübhədir bu bir dənə.
ciddi şübhədir. Yəni çox ciddi şübhədir həqiqətən. Yəni hər hansısa bir şeydəki müvəffəqiyyət ehtimalı azdır. Əgər müvəffəqiyyət ehtimalı azdırsa, mən müvəffəqiyyət ehtimalı çox olan məsələlər haqqında çalışaram da. Nəyə görə müvəffəqiyyət ehtimalı az olan məsələlər haqqında mən söhbət etməliyəm? Aydındır. Bu bütün insan həyatında lazım olan məsələdir ya. Bu həmişə bizi də həmişə narahat edən məsələlərdən biri, xüsusilə tələbə dünyasını narahat edən məsələlərdən biridir. Xüsusilə qeyri-təcrübi elmlərlə məşğul olanları narahat edən məsələdir. Xüsusilə din sahəsində dindar insanları narahat edən məsələdir. Xüsusilə qeyb aləminə inananları narahat edən məsələdir. Yəni ki, nə? O da budur ki, nağd olsun, soğan olsun. Soğan olsun, nağd olsun. Aydındır. İstəmirəm o kababı ki, nisiyədir. Bizdə deyirlər ha belə. İstəmirəm o kababı ki, nisiyədir. Soğan olsun, nağd olsun. Hə? Yəni ki, bu mənə yeməkdən danışırsan, deyirsən ki, kabab olacaq, mən nə bilim, 5 man olacaq, nə olacaq? Mən istəmirəm. Mən hal-hazırda acından ölürəm. Nə var ondu bu dəqiqə? Bu dəqiqə ortaya deyirsən ki, hə bu soğan supu var. Ay götür gəl soğan supunu olsun. Məsələn kərəyinə mən. Yəni ki, hər bir şey. Yəni istəyirəm deyim ki, ehtimal bu çox ciddi məsələdir ya. Bizi və yaxud da ki, həmişə insan bu məsələlərlə bəzən psixologiyasını qurur. Yəni həmişə narahatdır ki, görəsən ki, axır mən oxuyacağam, nə olacaq? Biri gedir orada neft sənayesini oxuyur, biri iqtisadiyyat oxuyur, biri nə bilim, bəli, marketinq oxuyur məsələn. Bunlar bilirlər ki, məsələn ki, hər hansısa bir nəticə əldə edəcəklər. Görürsən, şirinliklənir də adam da, həvəslənir. Hərdən biz də ola bilsin ki, məsələn, fikirləşir. Doğrudan da, amma biz nə edirik? Biz nə ilə məşğul oluruq? Aydındır. Yəni və yaxud da ki, bizə olan suallar da bu haqqda bəzən çox olur ki, oxuyub nə olacaqsan, oxuyub nə oxuyursan və yaxud hansı fakültəni oxuyursan və s. və ilə axır. Bu məsələlər və bu şübhə o qədər ciddi şübhədir ki, bu şübhə hətta böyük şəxsiyyətlərdə sirayət edir ha. Çox maraqlıdır. İndi qoy işarə edərəm şübhəni, hələ şübhəni şişirdik. Yəni bu həqiqətən bu məsələ var. Yəni mən əgər bu ticari sahədə bu özünü qabarıq şəkildə göstərir ticarətdə. Yəni mən əgər hər hansısa bir yerdə, hər hansısa bir ticarətdə faydası az olan, müvəffəqiyyəti az olan ticarətlə müvəffəqiyyəti çox olan ticarəti müqayisə etdikdə, müvəffəqiyyət çox olan ticarət tərəfə gedir. Bilirəm ki, müvəffəqiyyəti çoxdur. Müvəffəqiyyəti az olanı mən o yerdə ki, hər hansısa bir orada uğur azdısa, mən onun dalıca nə üçün getməliyəm? Biz bu cür nə hesablayırıq? Ümumiyyət həyatımızı beləncə hesablayırıq. Həmişə ehtimallarla hesablayırıq. Yəni birinci növ ehtimalla nəticə alırıq. Birinci növ ehtimal nədir? Yəni ki, əgər filan şeyin ehtimalı azdırsa, digər bir şeyin ehtimalı çoxdursa, deməli mən çox ehtimalı olanın dalıca getməliyəm. Bu cürlə biz baxırıq məsələyə. Və fəlsəfədə də bu şübhə eynilə fəlsəfədə də caridir. Şübhə fəlsəfədə nədir? Deyir, bax, təcrübə elmdən sən fəlsəfəni yan-bayan qoy ginan. Fəlsəfədə nə qədər sənin müvəffəqiyyətin var? Hə, oxu ginan gəl. Deyir, çox dərəyə getməklə, çox dərinə getməklə də məna. Hə, getginə. Hə, bəzən deyirlər, çox uzağa gedirsən. Mənə dərinə. Çox uzağa gedirsən. Deyirəm, valla, əgər istəmirsən, yaxına gəlim oldu. Demək, çox uzağa gedir. Yəni çox uzağa gedirsən, nə? Bu yaxından danış da. İndi hal-hazırda nə təcrübə. Yəni, çünki çox uzağa getmək onsuz da sənə bir fayda vermir ki, nə eləmək istəyirsən, nə tapmaq istəyirsən, hara çatmaq istəyirsən. Ala bilirsən. Yəni əgər fəlsəfənin yerində gəlginən məsələn təcrübə elmi. Ümumiyyətlə fəlsəfə buna görə mənasızdır. Problem nədən ibarətdir? Problem elə məhz bunun cavab nədir? Cavab bundan ibarətdir. Bizim əsas bu şübhədə ən əsas problem budur ki, məsələni ehtimalın faizinə görə nəzərdə alırlar. Birinci ehtimal. Yəni deyirlər ki, hər hansısa bir məsələ, əgər ehtimalı azdırsa qoy qırağa, əgər ehtimalı çoxdursa onu əldə etkinən. Və yaxud nəqd və nisyə. Əgər bir şey nağddırsa onu əldə et, nisiyədirsə qoy kənara.
Deyirik görəsən bu cür biz nəticə ala bilərik. Xeyr, bu cür nəticə almaq olmaz. Heç vaxtı biz məsələnin dəyərini indi yavaş-yavaş gəleyim. Məsələnin bir dənə 3 dənə məsələ var ümumiyyətlə. Bir var ehtimal, bir var ehtimal olunan, bir var ehtimal hər hansı bir şeyin ehtimalı. Bir var ehtimal olunanın dərəcəsi, bir də var ehtimalın dəyəri. Bu ehtimalın dəyəri nəyə bağlıdır? Mən icazə verin biraz bundan istifadə edin, bir yazın. Yazın göstərəcəm. Qabağınızda qoyun yazın sonra. Klassdaymış onlar. Bəli. Yo, bu elə burada qeyd olunsun. Məsələn, biz deyirik ki, məsələn bir dənə bizim bir dənə məsələn bir dəfə deyirik ki, bizim bu nədir? Bunun adını qoyaq. Məsələn, bir dənə Z var. Bir dənə Y var, bir dənə X var. Bunlar nədən ibarətdir? Bunlar bundan ibarətdir. Məsələn, Z-in adını qoyuruq biz fayda. Y-ın adını qoyuruq müvəffəqiyyət, uğur. Y-də, Y deyəndə ingilis. Y. Z, Y, X, uğur. X-də məsələn nədir? X-də ehtimalın dəyəri. Ehtimalın dəyəri. Fikir ver. Bu fayda, bu uğur, bu da ehtimalın dəyəri. Biz həmişə adi insanlar, ümumi insanlar necə nəzərə alırlar? Deyirlər, ehtimalın dəyəri nədən ibarətdir? Ehtimalın dəyəri uğurun olub-olmamazlığından ibarətdir. Əgər uğur, məsələn, biz deyirik ki, Y-i bir dənə nömrə ilə qiymətləndirək. Məsələn, deyirik ki, uğur burada 5-in 100-ədir. 100-dən 5. Düzdür? Bir dənə də uğur var aşağıda, başqa bir müqayisədə də. Həmin şeylər aşağıda da yenə qeyd olunur. Məsələn, təkrar yazsaq Z, Y, X. Bir dənə burada da qoyuruq, məsələn, uğur. 30-un, ay sağ ol. Ay sağ ol. Məsələn, çox da nisbətən. İndi məsələn, deyək, yüngülü 10 məsələn. 5-dən sonra 10. Məsələn, deyirik ki, onun 100-dən, uğur burada 100-dən 10-dur. Birincidə 100-dən 5-dir. Təbii ki, 100-dən 10 daha çoxdur da. Düzdür? 100-dən 10 uğur çoxdur. Əgər uğur burada çoxdursa, biz deyik ehtimalın dəyəri. Bu ehtimalın dəyəri də axı. Ehtimalın dəyəri təbii ki, çoxdur. Bu ürfü baxışdan. Bəli, burada ürf və belə deyək də həqiqət. Həqiqət. Bu da ilkin baxış. İndi özümüz ad seçirik də bunlar. Çətin olur sizin belə usta. İlkin baxış. Bu deyil çox. Burada da az. İlkin baxış az. Deməli, bizim ehtimalımız, ehtimalın dəyəri. Ehtimalın dəyəri bu 100-dən 5 ehtimalın dəyəri azdır. Burada əgər 100-dən 10-sa ehtimalın dəyəri çoxdur. Nəticə alıram ki, deməli mən nə etməliyəm? Məsələn, bir obyektiv nümunə olaraq
bunun adını qoyaq. Məsələn, elə indiki bəhsimizdə təcrübi elm, Təcrübəli. hə? Təcrübi və pul qazanan elm. Bu nədir? Fəlsəfə. Bu da fəlsəfə, Şansı verim. fəlsəfə və pul dağıdan elm. Yəni puls, Yox, puldağı da Söz Pul- ondan var. pulsuz elm. Fəlsəfə və Pulu olsun ki, sonra dağıtsın. Yoxdur. fəlsəfə və pulsuz elm. Aydındır? Yaxşı, biz ümumiyyətlə baxdıqda nə nəticə alırıq? Deyirik ki, fəlsəfənin ümumiyyətlə tullagina bizim ehtiyacımız yoxdur. Çünki ehtimal dəyəri azdır. Amma təcrübə elminin ehtimal dəyəri çoxdur. Əgər ehtimal dəyəri azdırsa, bizim fəlsəfəyə ehtiyacımız yoxdur, ay cəmaət. Əgər elə bir elm oxuyun ki, axırda əlvə bir şey gəlsin də, aydındır. Sonra ehtimal dəyəri deyəndə, yəni Ehtimal dəyəri bizə ondan Nəticə etibarilə nəticə etibarən ələ gələn də ehtimalın dəyəri. Yəni bu ki, ehtimal bunda nədir? Yəni biz fayda da deyə bilərik. Yəni fayda Hələ icazə ver də, elə yavaş. Demək istəyirəm, nəticə o. Yox, nəticə deyil, şey deyil. Yəni bu ehtimal daha güclüdür. Bu ehtimal daha güclüdür də, yəni təcrübə elmin ehtimalı güclüdür. Dəyəri nədir? Dəyəri də bu ehtimala görə. Ehtimalı güclüdürsə, dəyəri də güclüdür. Əgər ehtimal zəifdirsə, dəyəri də zəifdir. Aydındır? Yəni ümumi baxış bu cürünə baxır. Amma cavab veririk. Biz dedik, biz necə baxırıq? Heç vaxtı biz, bu bir dənə formuladır, bu bir dənə riyazi formuldur. Bu sənin, mənim istəməyimə aidiyyatı yoxdur. Heç vaxtı ehtimalın dəyərini, ehtimalın zəif və güclü olmasından nəticə almazlar. Ehtimalın dəyərini, ehtimalın faydasına nisbətdə nəticə alarlar. Yəni faydanı mən vurmalıyam ehtimala, nəticə nədirsə, o nəticə mənim olur ehtimal dəyərim. Sən baxmalısan fayda nədən ibarətdir? İcazə ver. Hə. Sən baxmalısan fayda nədən ibarətdir? Əgər ona faydayı nə deyirlər? Fayda deyirlər ehtimal olunmuşun dəyəri. O şey ki, sən ehtimal verirsən sonra. Yəni ehtimaldan sonra, müvəffəqiyyətdən sonra tək müvəffəqiyyəti nəzərə almırsan. Bu müvəffəqiyyətimin faydası nədir? Nəticə hələm yox ha. Bu müvəffəqiyyətin faydası nədir? Faydası nədirsə, bu faydanı o ehtimala vururam. O ehtimalın nəticəsi olur ehtimalın dəyəri. Məsələn, biz deyirik ki, sadə bir misal buna vuranda, məsələn, adi bir, məsələn, bunu misal vuraq. Bilən nəyi? Ticari aləmdə. Ticari aləmdə mən qızıl alveri eləyim, yoxsa dəmir alveri? Hə? Tezini qızıl alveri elə ki. Nəyə görə qızıl alveri elə? Qızıl alverində uğur %10'dur. Amma dəmirdə %5'dir. Deyirəm, yaxşı, dəmirdə %5'dir, qızılda %10. Bunun faydası baxaq görək nədir? Mən dəmir alveri eləsəm və qızıl alveri eləsəm necə olacaq? Deyir, məsələn, dəmir alverində ki, uğur azdır, dəmir alverində məsələn fayda 500. Qızılda isə 100. 5'i vuracaq 5'e. Hə, indi arsa. Sonra böləcək bizə olacaq. Deyirəm ki, dəmirdə fayda nəyə görə? İndi bunu soruşa bilər. Nəyə görə dəmirdə? Çünki dəmir çoxdur. Heç bir maneə yoxdur. Risk azdır. Bunlar hamısı nəzərə alırıq da. Və o ticari aləmdə onu yaxşı bilirlər. İndi biz risk çox olsun məsələn. Aysa o da ola bilər. İndi deyəcəm onu. Hər halda ya hətta riski çoxdur, olsun o. Riski çoxdur, amma məsələn monopoliya yoxdur. Məsələn də bizim bildiyimiz şeylər. Məsələn dəmirdə, qızılda monopoliya var, maneə var. Bu məsələlər var. Hər halda fayda etibarilə girişmək üçün gərək məsələn çox ay sağ ol. Resursların nəzərdə almalısan, investisiyanı nəzərdə almalısan və s. və ilə axırda. Qızılda 100'dür faydan. Bunun adını qoyuruq fayda. Hə?
Bunun adını qoyuruq. Bu da yazmışam bunu. Bu da fayda. Deyirəm yaxşı, ehtimalın dəyəri ehtimala görədir, yoxsa ehtimalın fayda ilə bir yerdə nəticəsinə görə? Deyir, sənin deməyinlə deyil, bu da formuladır. Əgər ehtimalın dəyərini bilmək istəyirsənsə, ehtimalı faydaya vurursan, nəticə nədir? O sənin ehtimal dəyərindir. Yaxşı. İndi biz nə edirik? 500-ü gəlirik, baxırıq ki, məsələn, dəmirdə 500-ü necə vurmalıyıq? Bilirsən, bu formulada məxrəc və surətdə, bizdə də məxrəc və surət 100 qalır, 100 yerindədir, 500-ü də 5-ə vururuq da, 5-i 5-ə 25, 2 dənə də 0, 2500. Düzdür? 2500. Yaxşı. Bunlar bölünür 2500 100-ə bölünəndə eləyir nə? 25. Bunu indi vuraq. 100-ü 100-ə vuranda 100, bu 10, 1000 bərabərdir 10. Turab. 500 bizim faydamızdır. 100 faydamızdır. Ehtimal əlbəttə 100-də çoxdur. Uğur ehtimalı, bu faydası 100 olanın uğur ehtimalı çoxdur. Yəni mən birdən qızılda tutsam nə olar? Aydındır? Amma burada uğur ehtimalı az da olsa, amma fayda çoxdur. Faydanı vururam uğur ehtimalına. Faydanı uğur ehtimalına vuranda nəticə etibarıyla 2500-də 100 böləndə eləyir 25. Ehtimal dəyəri dəmir alverində 25-dir. Ehtimal dəyəri qızıl alverində 10-dur. Halbuki uğur qızılda çox idi. Çünki bunu faydası ilə bir yerdə nəzərə alırıq, nəticə etibarı ilə azdır. Ona görə mən nəticədə qızıl alverini seçmirəm. Çünki ehtimal dəyəri azdır. Ehtimal dəyəri azdır. Halbuki dəmiri seçirəm ki, ehtimal dəyəri çoxdur. İndi sən bunu nəticə algıyla, məsələn, fəlsəfə. Mən deyirəm fəlsəfə. Fəlsəfə nə çörəyi verir mənə, nə su verir. Təcrübə elmlər çörək verir, su verir. Uğur təcrübədə çoxdur. Fəlsəfədə çox azdır. Amma fayda. Fayda nədən ibarətdir? Fəlsəfədə fayda bundan ibarətdir. Biz fəlsəfə, fayda bundan ibarətdir. Özümü tanıyıram. Başqasını tanıyıram. Deyiləm faydasını. Aləmi tanıyıram. Gəldiyimi tanıyıram. Hardayam tanıyıram. Hara gedəcəyimi tanıyıram. Başqa aləmlərə də çıxış qapısı açıram. Çıxış qapısı açıram. Bir dənə belə ümumi faydanı nəzər. Bunu heç nə yox, heç nə yox. Fəlsəfədə gözüm açılır. O bizdə deyirlər gözü açıq adam. Gözü açıq deyirlər, amma hamının gözü bağlıdır. Fəlsəfədə gözüm açılır. Amma təcrübə aləmdir nədir? Pulum çoxalır, uğurum çoxdur. Amma özümü tanımıram. Başqasını da tanımıram. Hə? Ay sağ ol. Bəli, yo düz deyir. Hamı məni tanıyır, amma məni tanımır. Pulumu tanıyır. O məni tanımır, pulumu tanıyır. Bir gün elan elə cəmaata, doğrudan elan elə. Doğruca inansınlar. Yəni bunu deyirəm, çünki biz belə deyilik, elan eləyə bilmərik. Pullu adam elan eləsin. Bir gün elan eləsin ki, mən müflis olmuşam. Qapısına it gətirmək istər, üzr istəyirəm. Yəni ki, ürək dərddir də, hə? Qapısına qızıl tökənlər, də qapısına heyvan gətirmək istər. Aysa, hə? Yox, istəyirəm deyim ki, bu hamı tanıyır da. Hə? Acı həqiqətdir. Bəs necə? Bunu o hamı da təsdiqləyir. Aydın. İşim yoxdur. Vəzifəyə görə məsələn. Məsələn, vəsair və ilə. Axı keçən dəfə danışırdıq, söhbətini eləyirdik bunu. Sözüm nədir? Sözüm bundan ibarət. Bəli, biz bunun inkiri deyilik. Baxın, heç vaxtı söhbətdir bunun dalıca. Yox, təcrübə elmdə heç bir uğur ehtimalı yox. Bu cürə söhbət elm var axı. Uğur ehtimalı çoxdur təcrübədə. Bunu inkar eləməyin. Düzgün yolu ilə cavab verin. Düzgün yolu budur. Sən
Bəzən biz düzgün cavab, bizə deyirlər təcrübə elmlə, məsələn, qeyri-təcrübə elm arasında uğur harda cavab verir, uğur qeyri-təcrübədə. Yox, nəyə görə özünü aldadırsan və başqasını aldadırsan? Təcrübədə də elə uğur. Uğur təcrübədədir, amma fayda hardadır? O tərəflə cavab deyə bilirəm sözümü. Fayda Çox hardadır? gözəl deyirsiniz. Bəzi uşaqlar da burada var, bir ittifaqan otururlar, nəsə elə bir söhbəti yerindən vurursunuz. Yeridir, hə. Fayda hardadır? Yəni mən baxıram görüm ki, nədə fayda var? Mən uğur ola bilsin. İstəyirəm bunlar hamısı sən necə bizim hiss elədik çox vaxtı özümüz bu ətimizlə, canımızla hiss eləmişik axı bunu. Aydındır və hiss eləyirik. Və hiss eləyirik. Bəzən naümidliklərə varırıq. Bəzən başqaları bizi naümid edir. Bəzən özümüzü naümid edirik. Yox. Dəyər insanın dəyəri onun mənfəətinə görə keçən dəfə dedim. İnsanın mənası nədir? İnsanın bir dənə mənası var. Çox mənalar ediblər insan üçün. İnsanın bir dənə əsas mənası var. Mərifət toplusudur insan. İnsan yəni mərifət toplusu. Əgər mərifət deyir, amma demirəm məlumat. Məlumat toplusu yox, mərifət toplusu. Mərifətlə məlumat fərqi. Məlumat kəmmidir, mərifət keyfdir. Yəni keyfiyyətcə. Aydın. Bu mərifətlər harda əldə olunur? Bu mərifətlər heç vaxtı məsələn bizim yalnız özümüzü məhdud təcrübə aləmdə məhdud etməklə əldə olunmaz. Hərçənd bu da lazımdır, amma bundan yüksəkliklərə qalxmaq lazımdır. Bundan yüksəkliklərə qalxmaq üçün gərək faydanı ölçəsən. Mənim faydam nədir? Mən inkar hədis çox maraqlı hədisdir. Mən həmişə bunu dərslərdə həmişə bu başlanğıcla başlayıram. O çox maraqlı hədis. Peyğəmbər buyurur ki, "İnnəməl elmu səlasə, ayətun muhkəmə, fərizətun adilə və sünnətun qaimə və ma xəlahunnə." O orası yaxşıdır. Və ma xəlahunnə fəhuvə fəzlun. Deyir, elm üçdür. Ayətun muhkəmə, fərizətun adilə, yəni bilmələr, olmalar, etmələr. Üç dənə, yəni düşüncə, əxlaq və rəftar. Bilmələr, olmalar, etmələr. Elm üçdür. Son maraqlı Peyğəmbərin görüşünə bax ki, başqalarını inkar və ma xəlahuna fəhuvə fəzlun. Başqaları da fəzilətdir. Riyaziyyat, fizika, kimya, neft, pul qazanmaq, onlar da fəzilətdir. Amma üç dənədən sonra. Nə üçün? Çünki bu üç dənədə uğur az da olsa fayda çoxdur. Dəyər ehtimalı daha çoxdur. Başqalarına bunu əldə edəndən sonra başqalarının dalıcan gedirik, nə eybi yox. Eybi yox. Vaxtımız azdır. Vaxtımız azdır. Ömür az, bilmələr çox. Bu bilmələr çoxu hardan başlanır? İnsanın uğuru, həyatda uğuru bundan ibarətdir. İnsanın həyatda uğuru bundan ibarətdir ki, bilmələr arasında düzgün seçim edib düzgün başlasın. Hansından başlayım mən? İnsanın uğuru bilmək savadlı olmaq deyil ha. İnsanın həyatda xoşbəxtliyi savadlı olmaq deyil. Hansı məlumatdan başlamaqdır? Düzgün şəkildə hansı məlumat və hansı elmdən başlamalıyam? Bu əsasdır. Nəinki savadlı olmaq? Savadlı olmaq xoşbəxtlik deyil. Xoşbəxtlik budur ki, biləsən ki, mən hardan başlayım? Birdən vaxt çatmasa, əsasını heç olmasa əldə etmiş olum. Vaxt da çatsa, nə yaxşı get də dalaycan da. Hə algına, hə əldə eləginə. Aydındır. Pəs deməli biz fəlsəfə ilə bunlar necə ölçürlər? Fəlsəfəni inkar edənlər, bəzən zərurətini hesab etməyənlər, biz biraz şübhəni genişləndirdik həyata ya. Bir hissəsində fəlsəfədir. Bizə həyat lazımdır əsas. Bizə həyatda lazımdır. Mən həyatda elə bir elm seçmişəm ki, başqaları kəc baxır buna. Mən deyirəm, nəyə görə kəc baxırsan? Ona görə ki, dəyər ehtimalını ancaq uğurla hesablayırsan. Bəli, uğur ola bilsin fəlsəfədə az olsun. Amma faydasına görə dəyər ehtimalı çoxdur. Nəyə görə? Faydada bir dənə sonsuz mərifət var. Və həmçinin gəlginən bu məsələni icra eləginən dinin özündə.
Həmin bu məsələni dinin özündə. Mən görəsən dindar olum, axirət dünyasına inanım, yoxsa axirət dünyasına inanmayım, bu dünyada 5 günlük dünyadır keyf eləyim. Hansıdır? 5 günlük dünyadır keyf eləyim, uğur çoxdur. Axirət dünyasına inanım, bəzi çətinlikləri canıma alım, uğur azdır. Əgər mən dəyər ehtimalını uğurla hesablasam, bu 5 günlük dünyadan yapışmalıyam. Əgər fayda ilə hesablasam, çox acınacaqlı bir vəziyyət yaranır. Nə üçün? Çünki fayda din və axirət məsələsində ümumiyyətlə sonsuzdur. Hələn biz fəlsəfə deyirik ki, ümumiyyətlə sonsuzdur. Yəni sənə nəinki yaxşı, zəruridir ki, din, axirət məsələsinin dalıcan gedəsən. Çünki faydası və qeyri-məhdudun az bir ehtimala vurulması qeyri-məhdud edir. Nə qədər az olsa, Nə qədər də az olsa, çünki qeyri-məhdud vurulur o az ehtimala. Dəyər ehtimalı da sonsuzdur. Bilməm bunu ala bilirsən. Aldım. O bir də üslubdur da. Bu sən indi deyərsən ki, yox, sən bir sənə deyə bilərsən. Bu üslubu qəbul edirəm. Bu riya, bu mənlik, sənlikdir. O bir də aksiyon, riyazi bir üslubdur. Yəni bu bütün ağılların qəbul etdiyi üslubdur. O nədən bu bir dənə qanundur. Yəni Z vurulmalıdır. Y məsələn xüsusi bir dərəcəyə bərabərdir. Məsələn, X-lə. Bu X, bu bir dənə qanundur ümumiyyətlə. Z vurulur, Y-ə bərabər bir dənə nəticə ilə. Yəni, dəyər ehtimalı yalnız uğurdan ibarət deyil. Uğurun faydaya vurulmasındandır. Qutardı, getdi. Sən bunu dəyişə bilməzsən. Biz sadəcə bu Z, Y, X-in yerinə cürbəcür şeylər qoyuruq, fəlsəfə qoyuruq, din qoyuruq, təcrübə aləm qoyuruq, dünya elmi qoyuruq. Hər bir şeyi qoyursan qoy ki, ki bütün məsələlərdə, təcrübə aləmdə bizim uğurumuz çoxdur. Bizim qeyri-dini aləmdə uğurumuz çoxdur. Keyf əhvalatında uğurumuz çoxdur. Amma faydanı nəzərə alanda bir dənə böyük bir təcrübə aləmə nisbətdə böyük bir naümidçilik bizi əhatə eləyir. Düzdür, təcrübə aləmdə uğur çoxdur. Amma faydası o qədər azdır ki, biz əbədi həyatı əldən verə bilərik. Demirəm, amma əbədi həyatı qəbul et. Verə bir mümkündür, ehtimalı var ki, əbədi həyatı əldən verəsən. Amma məsələn dini sahədə, fəlsəfi sahədə uğur az da olsa, o qədər sonsuz faydası var ki, bu sonsuz fayda yenə yəqin deyil, ha demirəm. Bu sonsuz faydanı mütləq qəbul etkinə. Sonsuz fayda ehtimal verirəm. Ehtimal verirəm ki, faydası sonsuzdur. Bu ki faydası sonsuzdur, dəyər ehtimalı da sonsuzdur. Əgər mən dəyər ehtimalı sonsuzdur, dəyərin ehtimalının sonsuzluq ehtimalı verirəmsə, dəyərin dərəcəsin, ehtimalın dəyərində. Ehtimalın dəyərində sonsuzluq ehtimalı verirəmsə, mütləq və mütləq mən onu əxz etmək məcburiyyətindəyəm. Nəyə görə? Çünki həyatımı əldən verməklə nəticələnir. Əgər mən bunu seçməsəm, ümumiyyətlə həyatımı əldən verəcəm əbədi olaraq. Amma bunu seçsəm, ola bilsin ki, nəsə əldə eləyim və əldən də versəm, çox şey əldən verəcəm. Bu həmin o Pascal's wager deyirlər. Pascal'ın şərt bəndisi. Və yaxud da ki, biraz da qabağa qayıt ki, Əli əleyhissalamın cavabıdır da. Və həmin o cavabda gəlir, Əli əleyhissalamdan soruşur ki, ya Əli, mən axirət dünyasına inanmıram. Əli əleyhissalam buyurur ki, lap yaxşı. Mən inanıram, sən inanmırsan. Fərqimiz nədən ibarətdir? Mən indi elə bir ki, olmasın axirət dünyası. Heç nə yoxdur. Gözümüzü yumduq, gördük heç nə yoxdur. Zəhmət çəkmişəm də. Zəhmət qalır mənə. Amma birdən axirət dünyası olsa ki, sən heç nə eləməmisən, sən nə edəcəksən? Mənə zəhmət qalacaq, amma sənə isə əbədi, sonsuz bir qaranlıq. Həmin üslubdur ya, həmin formuladır. Sonsuz bir qaranlıq. Və yaxud da ki, bəzən deyirlər nə? Bəzən deyirlər ki, zərər ehtimalından qaçmağın
zərər ehtimalından salınır. Zərər ehtimalından qaçmağın zəruriliyi. Dəf'e zərərin möhtəməl budur da. Dəf'e zərərin möhtəməl bu cürə gərək deyəsən. Nəinki belə ki. Ehtimal deyəndə biz o ehtimalla yanaşırıq məsələn. Ay sağ ol. Biz hesab eləyirik ki, mütləq və mütləq dəyər ehtimala görədir, ehtimalın dərəcəsinə görə. Xeyr. Faydası. Dəyər ehtimalın dərəcəsinə görə deyil. Dəyər ehtimalın dərəcəsi faydaya vurmaqla nəticə alına bilər. Və bu fayda əgər sonsuz bir faydadırsa, dəyər ehtimalda son. Hərçənd uğur azdır. Əgər uğur çoxdur, amma fayda azdısa, hərçənd uğur azdır, dəyər ehtimalı azdır. Ki buna məhdud bir rəqəmlərdə də göstərdik də. Bu ibarələrdən, bu etirazlardan bir çox hallarda var. Məsəl üçün, hər yanıma gəlir bəzən, ona görə misal çəkirəm ki, elə bir ki, yumşalsın məsələ. Yumşaldı ya, yəni, biraz da. Bəzən görürsən ki, biri bu rastlaşdığımız məsələdə, məsələn, böyük maşınlarla ticarət eləyənlər, mal daşıyanlar var, günlərlə yoldadılar. Böyük zəhmətdir də. Məsəl üçün, hardasa bir ay ailədən uzaq. Mən rastlaşım bu yollarda. Bir ay ailədən uzaq. Deyirsən ki, sən axı şəhərin içində gündəlik iş tapıb işləsən, olmaz ki, ya bir ay ailədən uzaq qalırsan. Şəhərin içində uğur orada çoxdur da. Şəhəri hər gündə səhər ged işə, axşam da evə getkinə, ta ki bir ay ailədən uzaq qalma. Nə deyir? Fikri o ağıllı ölçür. Bəziləri bu deyir ki, ahaysa, deyir yox, çox zəhmət çəkirəm, amma dəyər ehtimalım zəhmətlə deyil ki, faydaya görədir. Mən bir ay yoldayamsa, sonra bu 6 ay bunun pulunu yeyirəm. 6 ay evdəyəm. Fikri necə hesablayır? O ağıllı hesablayır. Bir ay yoldayamsa 6 ay evdəyəm. Amma ki, mən gündə səhər işə gedim, axşam qayıdım, cibimdə bir köpük də məsəl üçün olmasın. Hə? Fayda, əgər faydası yoxdursa, ya gəlir, təbii ki gəlir. Ya gəlirsə əlimdə bir şey qalmır, yeyə bilmirəm və s. və ilaxır. Bu iki dənə maddi məsələni ölçür ha, təbii ki. Və yaxud ki, məsələ maddi və qeyri-maddi. Bu iki maddi məsələ də eyni ilə budur da. Yəni, bizim dəyər ehtimalımız heç vaxtı zəhmətin olub-olmazlığı ilə deyil. Böyük zəhmətə qatlaşır ki, çünki böyük zəhməti fayda ilə ölçür və nəticə alır. Amma bəziləri, bax, belə adamlar da var da, heç bir zəhmət istəmir. Deyirik, 5 manatım olsun, hələ bax, burada olsun. Mən heç yerə tərpənən deyirəm. Elə bax, burada oturacam, 5 manat kim verir mənə? Əla, Allah canlı, sadəcə bu 5 manatı ver mənə, yiyeyim, yatım. Deyirəm, axı, bəs uşağım var, onun üçün ailə var, olar cəhənnəmə. Əsas budur, mən sağ qalım. Fikir verin, bu neylə ölçür? Bu dəyər ehtimalını elə uğurla ölçür. Tək ki, mən sağ qalım, başqaları cəhənnəmə. Yəni, istəyən bu həyatda rastlaşdığımız məsələlərdir də. Bu işqa çox maraqlı. İndi qoy bura qədər gəlmişəm, bunu da deyim. Bu etirazlardan biri, sən o söhbətdə ki, olmusan bilirsən. Bu etirazlardan biri Fəxr Razinin etirazıdır bəzən Peyğəmbər məsələsində. Ya Fəxr Razi deyəndə o etirazı sadəcə nəql edir ha. Peyğəmbəri inkar eləyənlərin bir dənə etirazlarından biri bilsən nədir? Peyğəmbər lazımdır. Çünki Peyğəmbərin gəlməsi bizi əzab-əziyyətə salır. Yadıma gəlir. Hə. Peyğəmbər hətta bunu genişləndirək dinin özü. Din mənasızdır. Peyğəmbər mənasız, imam. Bunlar bizi əzab edir. Nəyə görə? Peyğəmbər olmayanda əl qolumuz açıqdır da, özümüz bilirik, vay. Nə yaxşı, əla keyf edirik, gedirik, gəlirik sağa, sola, yuxarı, aşağı. Peyğəmbər onu eləmə, bunu eləmə. Öşüdəyi nə oldu da? Dinlə ümumiyyətlə yaşamadı. Nədə onu yemə, bunu yemə. Fikir verginə. Deyir, əgər Peyğəmbərin gəlişi bizim əzab-əziyyətimizi çoxaldırsa, bu Allahın hikmətinə ziddir. Deməli, Peyğəmbər gəlməməlidir. Deyirik, Peyğəmbər gəlməlidir. Nəyə görə? Çünki dəyər ehtimalını uğurla ölçürsən. Düzdür, Peyğəmbərin gəlməsində tutaq ki, uğur yoxdur. Amma faydası nədən ibarətdir? Səni deyir, onu etmə, bunu etmə. Fayda nədir? Onu etmə ki, fayda, yəni etdiyin işlərin faydası çox olsun.
Her şeyi etsen elde ettiğin faydası az olacak. Hər şeyi etsən, əldə etdiyin çox maraqlıdır. Günahların da belə bir xassiyyəti var. Nə qədər günah çox olsa, nəticə etibarına həyatdan zövq azalır. Həyatdan zövq azalır. Çünki bunu hardasa bu təkrar həmişə insanı uzaqlaşdırır axı. Bəzi insanlar baxın, bəzi insanın ümumiyyətlə günahdan uzaqlaşmasının səbəbi isə də çox günahlılıqdır. O qədər günah elədik də bezir. Elədir də onun. Həqiqətən ha. O qədər. Yəni bilirsən necə? Yəni bu nəticə etibarı, fayda etibarına faydası var. O yerə qədər ki, yenidir. Bu təkrar olandan sonra yenilik yorulur da. Aydındır? Çox qəribə bir məsələdir. Ona görə bu şübhə o qədər ciddi şübhədir ki, böyük şəxsiyyətlər də, yəni məsələn Peyğəmbərin inkarında olanlar bu şübhəyə varırlar. Fəxr Razı çox belə ciddiyyətlə bəzən bu şübhənin üstündə dayanır. İndi özündən ya nəql edir, işim yoxdur ya hər halda. Amma hər halda bu məsələni çox qabarıq şəkildə qeyd edir ki, Peyğəmbərin olması, dinin olması bizi əzab əziyyətə salır. Əgər əzab əziyyətə salırsa, hikmətdən uzaqdır. Deməli buna ehtiyac yoxdur. Deyirik, bəli. Biz bunun mümkündə deyil. Əzab əziyyətə salır. Bizi çətinliklərlə qarşılaşdırır. Amma dəyərin ehtimalı uğurun ehtimalı ilə ölçülməz. Dəyərin ehtimalı bu əzab əziyyəti vurursan faydaya. Gör bu əzab əziyyətin faydası nədir? Əgər bu əzab əziyyətin faydası geniş bir faydadır ki, Peyğəmbər bu iddianı edir. Allah bu iddianı edir ki, bəli, tutaq ki, əzab əziyyətdir, amma faydası əbədi xoşbəxtlikdir. Və bu əbədi xoşbəxtliyi, bu əzab əziyyətə vuranda əbədi bir səadət nəticə alırsan. Amma belə deyək də, həmişə keyfi, həmişə ləzzəti faydaya vuranda nəticə etibarı ilə əbədi bir dənə bədbəxtlik nəticə alınır və dəyməz ki, bu ləzzətin o fayda ilə nəticəsinə görə o əzabın o fayda ilə nəticəsini əldən verəsən. Aydındır. Bu da bir məsələ. Bu xülasə ikinci şübhədir. Yəni ikinci şübhədə çox Gözəl Qısa. şübhəni yaxşısı da eləyiblər. Hə? Bəli, şübhə ümumiyyətlə şübhə gözəl şübhədir. Təbii ki, cavab da təbii ki, yaxşı cavabdır. Xülasə idi cavab. Hə? Cavab da çox xülasə idi. Burada bu qədər. Çox xülasə idi. Cavab çox xülasə idi. Cavab çox. Yo, özüm istədim ki, biraz bunun üstündə. Biz həmişə o, məsələn, kəlamda qayıtdığını oxumuşuq, amma ta o kökləri hara dayanır, onun Hara dayan- bu düstur əsasında. Bu düstur əsasında çox mühümdür. Yəni onun belə də sütunlara isbatası silkələnmir. Heç vaxt. Yəni bu ümumiyyətlə qanundur. Yəni sən bu qanun elə bir qanun deyil, sarsılmaz bir qanundur da. Bütün məsələləri bu qanunla biz həll eləyirik. Yəni bizim özümüzə də insan hər bir şey insanın özündəndir. Bizim özümüzə də dəyərli bir məsələdir. Mən necə yanaşmalıyam məsələ ilə? Mən əgər hər hansısa bir məsələni doğrudan da hiss edirəm ki, mənim üçün uzaqdır. Doğrudan da güman edirəm ki, bu axı nə olacaq? Bu nədir? Məsəl üçün bunun nəticəsi nədən ibarətdir? Amma biz bunu faydası ilə nəzərə alsaq, o əldə etdiyimiz nəticələrlə nəzərə alsaq, görərik ki, böyük bir uğur, böyük bir xoşbəxtlik bizim gözümüzün önündə var. Aqibətdə, yəni böyük bir xoşbəxtlik bizi gözləyir. Və ən azından budur, mən fəlsəfədə işarə, ən azından budur ki, mərifət sahibi olursan. Mən həmişə bunu çox ciddi hesablamalıyıq, ha? Çox ciddi hesablamalıyıq. Yəni, sənin bildiyin tam dünyaya baxış açın tamamilə fərqlidir başqalarının dünyaya baxış açısından. Çox qəribədir. Yəni, adi insan, bunu təcrübə eləyərsə, təbii ki, bəzən, adi insandır, yəni, o qədər imkanatı var ki, maddi imkanatı yüksək səviyyədədir də, yüksək səviyyədir. Sən onun yanında maddi imkanatında heç nədir. Baxırsan ki, çox sadə şeyləri düşünə bilmir. Yəni, adi bir məsələlər haqqında mən rastlaşmıyorum. Yəni, çox sadə məsələni, demirəm, düşünə bilmir, bu demək deyil, savadsız da deyil, savadlıdır. Amma adi məsələlər haqqında götür-qoy eləyə bilmir, deyir axı.
Yəni ən sadəsi budur da. Ən sadə nəyimə lazım? Sadəsi budur. Amma sən desən mənə lazım. Hələ mənə lazımdır. Bu fərq böyük fərqdir ki, o şeyləri ki, o lazım bilmir, sən lazım bilirsən. Bu böyük fərqdir. O lazım bildiklərin də nədən ibarət? O lazım bildiklərim bundan ibarətdir ki, mən hələm özüm nədən ibarətəm? Kiməm? Hardayam? Neynirəm ki? Hardan gəlmişəm? Hara gedəcəyəm? Bəzən ola bilsinə fikirləşirəm ki, nə dərdimizə deyil. Çox heç lazım deyilsən axirət dünyasını fikirləşməklə. Bu dünyada İnyəttəqullah o Quran ayəsi çox maraqlı. Yecəlləhu məxrəca. Hər kim təqvalı olsa çıxış yolu ona göstərərəm. Çox maraqlı bir şeydir. Bəzi ayələr adamı hərdən silkələdir. Bəs başqaları çıxış yolu tapmır, yəqin tapmır da. İntəttəqullah yecəlləhu məxrəca. Hər kim təqvalı olsa ona çıxış yolu göstərirəm. Təqva olmasa çıxış yolu tapmaq mümkün deyil. Çıxış yolu tapırsan ha, hər gün bir dənə çıxış yolu. Hər gün bir dənə çıxış yolu və nəticə etibarı ilə də bir nəticəyə çatmaq mümkün deyil. Amma o çıxış yolu ki, sən tapmalısan, Allah o insana onu göstərir. Ağıl o yola yönəldir insanı. Bu çox fərqli bir məsələdir ki, yəni həm tezdir və həm də ömürdən lazımı qədər bəhrə apara bilirsən. Hər halda üzrlü sayın, mən çox izah verdim, amma bunu lazım bilirdim ki, bu hissəni qeyd edəyək. Finansin ibtidası da bunlar vacibdir. Hə, bunlar lazımdır, bunlar lazımdır ki, bunlar bir sənəcə bəzi şeylər bizim öz həyatımızla da aid olanda lap zəruri olur ki, daha dəqiq buna bu məsələlərə diqqət yetirək. Bəs ikinci şübhə budur. Təlaş bərayə həllə məsail cəhanbini və fəlsəfə dər surəti şayəstə əst ki, şübhə budur. Təlaş bərayə həllə məsail cəhanbini və fəlsəfə dər surəti şayəstə əst ki, şəxs به نتیجه تلاش خود امیدوار باشد ولی با توجه به عمق و گستردگی این مسائل چندان امیدی به موفقیت نمیتوان داشت. O qədər dərindir ki, heç bir müvəffəqiyyət yoxdur ki burada. Heç nə qədər bilsən kifayətdir. Mən axıra qədər bilə bilərəm. Lazımdır axıra qədər biləsən. Nə qədər bilsən o qədər kifayət. Çox maraqlıdır. Molla Sədra fəlsəfəsində onu qeyd elədim. Molla Sədra fəlsəfəsində nəfs və ruh sonradan yaranır. Və bu nəfs və ruhun yaranması ancaq və ancaq mərifətə görədir. Mərifət olmuyor. Qoy deməyim nəticəsini. Deyil lazım. Nəfs və ruha malik deyil. Bəs nədir bunda? Hə? Bunda bəs nədir? Bu insan ki yaşayır bunda nədir? Bunda Qərizə deyirlər. heyvani instinkt. Ona görə buyurur ki, və izəlli vuhuşu xuşirət. Vəhşilər məhşərə gəldikdə. Vəhşilər məhşərə, heyvan məhşərə xeyr, insandır ki, vəhşi şəkildə məhşərə gəldikdə. Çünki ruhu və nəfsi xüsusi mərifətlə, vəhşi maarifi ilə təcəssüm tapır. İndi bilirsən o hədislərin mənasını gəl istəyir ki, bəziləri qarışqa şəklində gələcəklər. Bəziləri canavar şəkli. Nəyə görə? Nəfs və ruh şəkil tapıb ha. Amma canavar mərifəti ilə. Həqiqətini tapmayıb da. Maşallah, canavar mərifəti ilə. Qarışqa mərifəti ilə. Həmişə tapdalayıb kimisə. İndi tapdalanır. Qiyamət. O adlarından biri sirlərin üzə çıxması da qiyamətin adlarından biri. Ki ayədə, Quran ayəsinə buyurur ki, Yevmə tubləs sərair. Yevmə tubləs sərair. Sirlər üzə çıxar. Sirlər nədir? Yəni nəfs üzə çıxar. Ruh üzə çıxar. Çıxsın da elə ruh üzə çıxmalıdır da. Yox, ruh necə üzə çıxar o mühümdür. Ruh axı əvvəldən yoxdur. Ruh əvvəldən yoxdur. Ruh sonradan yaranır. Özü də ruh kamil deyil əvvəldən. Getdikcə kamilləşir. Sual nə ilə kamilləşir? Qidası nədir? Mərifət. Hansı mərifət ki, əldə edirsən, ruh o cürlə kamil. Bəhmənə o. Bizə bəhmən deyirlər, yuxarıdan qar gəlir ha. Toparlanır, qar yuxarıdan. Bəhmən deyirlər də. Nədir? Farsda da bəhmən deyirlər. Bizdə nə deyirlər? Qar uçur. Qar uçurum nədir? O yerə gəlib çatan qar topası yuxarıdan topa şəklindədir. Yox. Yuxarıdan zərrədir.
Zərrədə küllə o. Hə, aşağı gəldikcə şir. Aşağı gəlib çatanda bir dənə topadı. Portdan. Nəfs də elədir. Əvvəldə heç nədir. Hə getdikcə başlayır. Yəni əvvəldə qərizədir fəqət. Şişmə. Əvvəldə qərizədir. Heyvanda da elədir. Bəli, heyvanda da. Bəli. Bəli. Ona görə uşağın nəfsi ilə heyvan nəfsində çox az fərq var. Az fərq var. Bəli. Nəfs də, bəli. Nəfs də beləncə neyinir? Əvvəldə zərrədir. Zərrə yəni boş bir varlıqdır. Getdikcə başlayır yığmağa. Axı sual budur, nəyi yığır nəfs? Nəyi yığır? Gördüyünü, eşitdiyini, elədiyini, bildikini. O ilə başlayır toparlanmağa. Nəyi görür, nəyi eşidir, nəyi bilir, nəfs onu ilə qurulur. Axırda bir dənə nəticə etibarilə bir şey ortaya çıxır ki, görüb, eşidib, bilib. O formalaşır. O ilə formalaşır. Ona görə deyir ki, eşidəndə ehtiyatlı ol. Görəndə ehtiyatlı ol. Danışanda ehtiyatlı ol inan. Fikirləşəndə ehtiyatlı ol. Öyrənəndə də ehtiyatlı ol. Nəyi öyrənirsən? Elə şeyi öyrənginən ki, nəfsini qura bilsin. Elə şeyi öyrənmə ki, nəfsini qura bilməsin. Təcrübi elmlər çox yaxşıdır. Nəfsin qurulmasında böyük təsirə malik deyil. Çünki onları qoyub gedirik. Bir şeyi öyrənginən ki, sənin nəfsini hopsun ki, onunla bir yerdə gedirsən. Nəyi? Təcrübə oxumalısan, öyrənməlisən, qazanmalısan, bu sənin zərurətindir. Bunu etməlisən öz yerində. Amma hansı görüşlə bunu edirsən? Hansı görüşlə, hansı baxış açısı ilə? O baxış açısı mühümdür. O baxış açısı sənin ruhunu qurur. Yoxsa ki, maddiliyin əleyhinə deyil. İslam maddiliyin əleyhinə deyil. Amma maddiliyə hansı baxış açısı ilə yanaşırsan? O yanaşma mühümdür. Ona görə buyurdu ki, İnnəməl əmalu, buna deyirlər niyyət, bin niyyat. Niyə görə niyyət mühümdür? Niyyət ona görə mühümdür ki, sənin nəfsini qurur, şişirdir. Hansı niyyətlə edirsən? Və s. və ilaxır. Bu indi bəzən yadıma düşür, yəni qeyd eləmək istəyirəm. O ki, insandan gedmək tərəfə var. O sonra o insanın həyatını yenə genişləndirə bilər. Təbii ki də genişlənir də. Yəni o şey yapmaq lazım. Bəli, orada da genişlənir. Orada da davam eləyir. Yəni ona aparanmasın orada şey... Orada çox, yəni apara bilməsən bir dənə cəhənnəmin mənası elə budur. Cəhənnəmin bir dənə mənası həsrətdir. Ayələrdə də vardır. Həsrət çəkəcəklər. Vay, uf. Dünyada insana əzab verir. Mən hiss eləmiş. Yaş getdikcə daha da bunu hiss eləyir insan. Kaş belə olaydı. Nəyə görə belə oldu? Kaş bu cünə etməyəydim. Kaş belə eləyəydim. Kaş belə gedir. Kaş belə danışaydım. Bunlar bəzən insana əzab verir. O ki qalsın məhşərdə o kaşlardan saysız hesabsız. Ki Quran özü buyurur da, Ləəlli əməlu salihən. İlahi qaytar bizi. Qaytar bizi, bir səhv də etdik. Qaytar bizi. Bu kaşlar bəzən hələm cəhənnəmə anlayışı yoxdur ya. Çox maraqlı sorğu-sualda Allah təala buyurur ki, hələm cəhənnəmə atmaq məsələsi yoxdur. Bunlar başlayıblar yanmağa. Yəni vicdan yanır. Vicdan, yəni həsrətdə yanırlar ki, axı biz belə bilmirdik. Axı belə olmamalıydı. Axı belə düşünmürdük, belə fikirləşmirdik. Ona görə o vaxtı faraonlar, o qədim tarixdə faraonları bastıranda qızılla, hətta çox maraqlıdır, bəzi firon şahları bastıranda xadimi də yanlarında bastırırdılar. Bu yazığın nə günahı var? Bilir ki, orada çətin. Heç olmasa deyir, mənimlə bastırın ki, orada mənə qulluq eləsin də hesab eləmir ki. Bu nədən irəli gəlir? Bundan irəli gəlir, nəfsini qurmayıb. Ümumiyyətlə, bu mərifət bunda yoxdur ki. Bu xadimin səninlə bastırılması heç bir vəclə sənə kömək etmir. O ki qalsın qızılların, o ki qalsın maddi əşya. Neysə, əxlaq dərsinə deyir ha. Əxlaq dərsi bu tamamilə görüşdür, bu baxışdır. Yəni bu cürlə insan dünyaya baxanda görürsən, yox, sənin yerin elə
Ali yerdədir. Sən əldə etmək istədiyin də ali bir şeydir. Çünki faydası alidir. Çünki nəticəsi alidir. Çünki ali bir varlıq haqqında sən düşünüb və daşınırsan. Bu çox mühüm məsələdir. Şəxsi ki, در صورت شخص به نتیجه تلاش امیدوار ولی با توجه به عمق بله با توجه به عمق و گستردگی این مسائل چندان امیدی به موفقیت نمیتوان داشت. بنابراین بهتر است به جای صرف عمر در راهی که پایان آن معلوم نیست به بررسی مسائلی بپردازیم که امید بیشتری به حل آنها داریم. Bu şübhə yəni ki, şübhəyə həqiqətən əvvəlcə yer verək ki, şübhə yaxşı şübhədir. Cavab. Əvvələn امید به حل این مسائل به هیچ وجه کمتر از امید به نتایج تلاش‌های علمی دانشمندان در کشف اسرار علمی و تسخیر نیروهای طبیعت نیست. Bu birinci cavab demədik ki, sadədir də. Birinci budur ki, fəlsəfə və qeyri təcrübi elmlərə olan ümidimiz heç də təcrübə olan elmlərə ümiddən az deyil. Bu ki, desə ümid yoxdur. Niyə görə ümid yoxdur? Ümid var. Bu bir. İki, hətta olmasın. Və saniyən, ərzəşi ehtimal, buradan diqqət elə, bu dediklərimiz budur. Ərzəşi ehtimal, yəni bu son nəticə. Ərzəşi ehtimal tənha tabi yek amil, yəni miqdar ehtimal. Bu uğur, aha. Yani miqdar ihtimal nist. Belki ameli digeri ra niz bayed menzur daşt. Ve an miqdarı muhtemel. Yani fayda. Ve an miqdarı muhtemel est. Ve hasile zerbe indo. Hasile zerbe yani miqdar ihtimal ve miqdarı muhtemel. Əhsən. Hasile zerbe indo amel est ki erziş ihtimal ra təyin Miqdar faydaydı da. Miqdarın fayda, əhsən. Miqdarın fayda. Və ba təvəccüh beyin ki, muhtemel der inca səadəti bi nəhayəti insan der cihanı əbədist. Olsun, uğur azdır. Amma fayda, səadəti bi nəhayəti insan der cihanı əbədist. Hətta ehtimal da versən, ha? Miqdar ehtimal hər qədr həm zəif başid, basəm ərziş ehtimal بیشتر از ارزش احتمال موفقیت در هر راهی است که نتیجه آن محدود و متناهی است. Bu olduğunun hər bir cavabı. Bunu da hər adam başlanma olur. Bu nə nəqzi cavab nədir? Bizə deyir ki, belə də biz məsələn gördüyümüz çox da dərinə getmir məsələn, həmin o şeylər. Bir səncə nəqzi cavab da elə bunun başa düşdüm. Bunun elə başqa bir forması bunun nəqzi cavabıdır. Yəni Əli Lisanın o cavabı bir növ düsturla demir ki, əsasında bu düstur yatıb. Amma nəqzi cavab verir. Nəqzi cavab nədən ibarətdir? Axır ölürsən də öləcəksən, mən də öləcəm. Aydındır. Bu öləndən sonra bizim əldə etdiyimiz nəticə nədir? Bilirsən də ki, məsələn, bu maddi məsələləri sən də aparmayacaqsan. Mən də onu bilirəm. İnanan da bilir, inanmayan da. Bilir ki, özü ilə aparmayacaq. Amma məsələ nədən ibarətdir? Sən nə yığmısan, mən nə yığmışam qeyri-maddi sahədə. Bunu ölçək. Sən nə yığmısan, demirəm mən çox yığmışam, ha? Yəni yığmalıyıq, bunu ölçək. Qeyri-maddi aləmdə nə yığmalıyıq? O mühüm məsələdir. Yığdığımız mühüm məsələ. Bu nəqzi cavab bundan ibarət. Yəni bilirsən ki, sən də, mən də gedəcəm. Və bilirsən də ki, maddi yığdıqlarımızı heç kim aparmayacaq. Ona görə gəl bildiyimizdən və bilmədiyimizdən bildiyimizi ortaya qoyaq da. Bir şey haqqında söhbət eləyək ki, onu biz özümüzlə aparırıq. Yəni bunu biz dəqiqləşdirməliyik ki, o özümüzlə aparacaq, özümüz həmişə bizi ilə var. O nədən ibarət? O bizim əxlaqımız, o bizim rəftarımız, o bizim dünya görüşümüz, o bizim mərifətimiz, o bizim həqiqi inandığımız bir varlığın göstərişlərinə əməlimiz, məsələn, dini sahədə təbii ki. Bu nəqzi cavablar bilsən, nəqzi cavablar çox təbii ki vermək olar. Bu həlli cavab biraz bu cürlə hardasa çətinlikləri var. Nəqzi cavabı hər bir adama öz sahəsində nəqzi cavab verə bilərsən. Baxırsan, kimdir? Allahı inkar edirsə başqa cür təbii ki nəqzi cavab verir. Allahı qəbul edirsə başqa nəqzi cavab verirsən ona. Ona görə bu çox vaxtda imamların da cavabları bəzən nəqzidir də.
Yəni mən hesab edirəm ki, bu çox maraqlı cavabdır elə bunun özü ki, deyir. Yaxşı o dünyaya getdik, elə bir ki olmadı. Mənə zəhmət qalır. Olsa birdən sən nə edəcəksən? Bu hardasa biraz tərpədir qarşı tərəfi ki, doğrudan da əgər birdən olsa mən nə edəcəm? Baxsın. Tamam. Bəli. Üçüncü şübhə. Çegونه mi? Bunları da tez-tez oxuyaq. Elə bir şey yoxdur. Gedək. چگونه میتوان به ارزش فلسفه مطمئن بود در حالی که دانشمندان زیادی با آن مخالفت کردند و حتی روایات نیز در مذمت آن نقل شده است و bu çox eləyirlər bu sualları, bu etirazları. Deyir, yaxşı biz qayıtdıq yenə fəlsəfəyə də, biz fəlsəfəyə necə dəyər verək? Halbuki bir çoxu fəlsəfə ilə müxalifdir. Axı çox adam da fəlsəfə ilə müxalif olsa, adam inanır ki, doğrudan nəsə fəlsəfənin ola bilsin dəyəri olmasın. Bəs fəlsəfənin dəyərini biz tərəfdarları və tərəfkeşlərinə görə nəticə alırıq. Əgər tərəfkeş, tərəfdar onu sevən yoxdursa, yəqin ki, nəsə bir problemli bir məsələdir. Deməli, dəyəri yoxdur ki, sevən yoxdur da. Biz dedik ki, cavab nədən ibarət? Cavab bundan ibarətdir. Fəlsəfəni sevməyənlər iki qismdir. Bəziləri qərəzlidir, bəziləri qərəzsizdir. Oxuyub başa düşür. Qərəzlilərlə işimiz yoxdur. Qərəzlilər, yəni ümumiyyətlə, yəni bunlar məsələn ağılla problemləri var, düşüncə ilə, fikirlə problemləri var. Tamamilə bunlar təcrübəçidirlər. Tamamilə zahirə inananlardır. Biz qərəzlilərlə işimiz yoxdur. Yəni həqiqəti bilmək niyyətində deyirlər. Qərəzlilərlə işimiz yoxdur. Qərəzsizlər də neçə cürdür? Qərəzsizdir. Sadəcə bunların fəlsəfəni həqiqətən hesab edir ki, fəlsəfə inhirafa uğradır. Bunun cavabı nədir? Bunun cavabı bundan ibarətdir ki, axtarsan görəcəksən o qərəzsiz insan ki, fəlsəfəyə müxalifdir ya. Fəlsəfəyə müxalif deyil, öz zamanında mövcud olan fikir, o baxışla müxalifdir. Yəni öz zamanında xüsusi bir baxış tərzi var. O baxış tərzini qəbul etmir. Adını qoyur ki, fəlsəfəyə müxalifəm. Fəlsəfəyə müxalif. Fəlsəfə nədir ki? Fəlsəfə xüsusi bir fikir tərzi deyil ki. Fəlsəfə yəni ağıl və fikrin yaranışda rolu. Fəlsəfə budur. Yəni o dövrdə bunun adı fəlsəfə olub, bu da bundan... Bəli, hesab, məsələn bir zaman, məsələn mərhum məclisi. Məsələn mərhum Baharın birinci cildinə bax, müqəddiməsində. Mərhum məclisi məsələn çox ciddi şəkildə demək olar ki, fəlsəfəyə və əqli düşüncəyə bəzən müxalif iştirak eləyir də. Halbuki mərhum məclisi fəlsəfəyə müxalif iştirak eləmir. Öz vaxtında mövcud olan təfəkkürə müxalifdir. Yəni öz vaxtında mövcud olan təfəkkür din və İslamın prinsiplərlə zidd olduğuna görə o düşüncələrlə ziddir. Səfsətə kimi misal. Məsələn, səfsətə kimi. Aydındır. Ona görə deyir ki, bu və o vaxtda dinin prinsiplərinə əks olan düşüncələr fəlsəfə adı ilə məşhur idi deyənə hesab edirlər ki, bu fəlsəfə ilə ziddir. Az indi irad bildirəcəm, deyəcəksiniz ki, sən öz xətkeşini ölçürsən yenə. Bu da öz xətkeşini ölçüb də. Bu da biraz geniş mənada. Sözüm mən işim yoxdur ki. Mən ki, əsl fəlsəfə budur yoxsa yox. Mən sözüm yox. İstəyirəm hər nə səhv və yaxud düz, axırı söz bundan ibarətdir. Bunun müxalifətliyi fəlsəfə ilədir, yoxsa zamanında mövcud olan xüsusi bir fikirlə. Bəli, zamanında mövcud olan xüsusi bir fikirlə. Və bunun adını çox maraqlıdır ki, biz hələ mərhum məclisidən görmürük ki, desin ki, fəlsəfə ümumi. Biz ona ad qoymuşuq ki, mərhum məclisi fəlsəfəyə ziddir. Heç özü bu ad vermir axı özünə. İşte ondadır ki, biz ona sonra da ad veririk ki, bu fəlsəfə ilə ziddir. Xeyr, heç o öz bu adı verməyib özünə ki, mən fəlsəfəyə müxalifəm. Mən deyir ki, bu təfəkkürlə ki, din və İslamın prinsiplərinə zidd olan təfəkkür var ha, mən buna ziddəm. Bəli, buna ziddir. Sonradan adını qoyublar ki, bəli, o vaxtı, o fikirlər, fəlsəfi fikirlər olduğuna görə. Mərhum məclisi də o fikirlərə zidd olduğuna görə. Deməli, mərhum məclisi fəlsəfə ilə müxalifdir. Halbuki belə bir iddia məclisin özündən bu iddia heç yoxdur. Da ki, onun boynuna qoyaq ki, fəlsəfəyə ziddir. O bir də fikirlə ziddir. Bəli, o fikirlə biz də ziddik. Hər hansısa bir fikir ki, həqiqətlə uyğun deyil.
həqiqətə yaxın deyil, həqiqəti inkar edir, həqiqəti uzaqlaşdırır. Biz ondan ziddik. İnsan adını qoyduğundan fəlsəfə. Amma fəlsəfə ilə bunun adını birbaşa olaraq fəlsəfəyi zid hesab edə bilmərik ki. Fəlsəfə nədən ibarətdir? Fəlsəfə yəni dünyaya əqli yanaşma, yaranışa əqli və düşüncəli yanaşma. Buna deyirlər fəlsəfə. Buna heç kim zidd ola bilməz ki. Bəli, o zidd olanlar nədən? O zidd olanlar xüsusi bir fikir və tərzə zidddirlər. Müxalifət با فلسفه از طرف اشخاص مختلف و با انگیزه‌های متفاوتی انجام گرفته است. ولی مخالفت دانشمندان آگاه، یعنی قرضیlerin işimiz yoktur. قرضsizler آگاه و بی‌غرض ز مسلمان در واقع به معنای مخالفت با مجموعه اندیشه‌های فلسفی رایجی بوده که بعضی از آنها دست کم به نظر ایشان با مبانی اسلامی موافق نبوده است. Yəqin ki, məsələn, İbn Kəmmunəni görülmək, məsələn deyirəm, mərhum İbn Kəmmunəni görür ki, çox rahat şəkildə Allahı inkar edir. Deyir ki, bəli, İbn Kəmmuna Allahın inkarında hər bir kəs Allahı inkar edirsə, Allahın inkarında olan dəlil və sübutlar mən ziddəm, mən onları qəbul etməm, mən onları münkiriyəm. Və onlar haqqında, hər kəs onlar haqqında məşğul olsa, çalışsa, məsələn, məqsədə uyğun deyil. Deyirik, bəli, o xüsusi fikrə müxalifdir də, fəlsəfəyə müxalif deyil ki. Və əgər rivayət... Misal var, dəstəkən bir nəzərə işan. Bunu qəşəng deyil. Bəli, bəzi az anha dəstəkən bir nəzərə işan, bəli. Onlar ki, inkar edirlər. Bəli, onlar ki, inkar edirlər. Bəli, onların nəzəri. Xəttkeşlərin qoyubları meydana. Bəli, təbii ki, qoyublar da hamı qoyur. O öz yerində hamı qoyur. Amma məsələ bundan ibarətdir ki, düzgün qiymət verək buna. Düzgün biz qiymət verək və bunu ümumiləşdirməyək. Və əgər rivayət-i mu'təbəri həm در نکوهش از فلسفه رسیده بود قابل حمل بر این معنا بود. Bəli, sən bəzi rivayətlərdə deyir ki, rivayət var ki, fəlsəfəni inkar edib. Bəli, o rivayət xüsusi bir tərzi təfəkkürü inkar edir. Nəinki fəlsəfəni? Deyir, rivayət fəlsəfəni inkar edir, xüsusi tərzi təfəkkürü inkar edir, fəlsəfəni yox. Amma mənzurəma az təlaşı fəlsəfi ibarət az bekar گرفتن عقل. Çox maraqlı fəlsəfəni öncə məna eləyir. Mənzurəma az təlaşı fəlsəfi ibarət az bekar گرفتن عقل در راه حل مسائلی که تنها با روش تعقلی قابل حل است و ضرورت انکار مورد تأکید آیات محکمه قرآن کریم و روایات شریفه می باشد، چنانکه نمونه های فراوان از این تلاش در روایات و حتی در متن قرآن کریم ملاحظه می شود، مانند استدلال هایی که در باب توحید و معاد در کتاب و سنت شده است. شبهه چهارم، اگر مسائل جهان بینی با روش تعقلی و فلسفی در کتاب و سنت بررسی شده، اگه کتاب و سنت varsa در این احتیاج var bunu elm şəklinə salasan. Bəli də var idi bu eto. Buna ehtiyac var, buna elm şəkli. Çox maraqlı da cavab verir. Deyir, nə olar benim, qoy orada da olsun, elm şəklindən salaq da. Aydın, bu hər hansı bir kitabda olmağın, Quranda, rəvayətdə olmağın elmlə nə ziddiyyəti var ki? Quran və rəvayətlər insanın hidayəti üçündür. Elm isə tamamilə başqa bir hədəfi nəzərdə alır. Elm mariflənmə, mərifət toplama, xüsusi bir mövzuda mərifət toplayırsan. Əvvələn deyir ki, بررسی شد. دیگر چه نیازی هست که ما به کتب فلسفه و مباحث مطرح شده در آنها بپردازیم؟ مباحثی که غالبا از یونانیان اقتباس شده است. Bəziləri deyirlər ki, Yunanın da mesela. Olsun da Yunanın. Əvvələn cavab da maraqlıdır. Əvvələn tərh məbahis fəlsəfi در کتاب و سنت ماهیت فلسفی آنها رو تغییر نمی‌کند که. Təğyir nəmidəhət ki. Kitab və sünnədə bu fəlsəfi bəhslər var. Onun adını fəlsəfədən çıxartacaqsan, fəlsəfədir. Sən demək kitab və sünnət onda zidsən. Deyirsən, kitab və sünnədə var, nə ehtiyac var? Kitab və sünnədə fəlsəfi bəhslər olanda adı fəlsəfə olmur. Yəni, fəlsəfədir. Saniyen, istixracı این دسته از مسائل و تنظیم آنها در شکل یک علم هیچ مانعی ندارد، چنانکه در مورد فقه و اصول و سایر علوم اسلامی. Benim fiqh usul Quran və rivayətdə yoxdur və nəyə görə oxuyursan, nəyə görə elm alına salmısan, əncam gerifdə və sabiqə in məbahis در kutub Yunaniyan və hətta iqtibas az anha az ərci in məsail nəmi qoy Yunanda olsun da nə olar ki benim. چنانکه حساب و طب و هیئت نیز چنین است. ثالثاً در کتاب و سنت تنها شبهات مورد بررسی قرار گرفته که در آن اصل bu da qəşəngdir. Kitab və sünnədə o şübhələr, o zamanın şübhələri cavablandırılıb. Zaman keçdikcə şübhələr çoxalır axı. Bəs onu nə ilə cavablandıraq? Onu da kitab və sünnə ilə cavablandırıq. Amma bir dənə prinsiplə, o ağıl. Kitab və sünnə bizə bir dənə metod deyib, bir dənə ağıl metodu verib ki, birdən əgər məndə cavabı verilməyən şübhələr olsa, sən onu ilə o şübhələri cavablandır ki, olur fəlsəfə.
ثالثا در کتاب و سنت تنها شبهات مورد بررسی قرار گرفته که در آن عصر شایع بوده است و این مقدار برای پاسخگویی به شبهاتی که نو به نو از سوی مکتب‌های الحادی القا میشه و کافی نیست، بلکه میبایست طبق تأکیدات قرآن کریم و سخنان پیشوایان دینی تلاش‌های عقلانی گسترش یابد تا آمادگی کافی برای دفاع از عقاید حق و پاسخگویی به هر گونه شبهه‌ای درباره آنها حاصل شود. شبهه پنجم، بهترین دلیل بر نقض فلسفه اختلافاتی است که در میان فلاسفه وجود دارد. دیر آقا فلسفede اختلاف çoxdur. Deməli dəyərsizdir. Olsun bir ixtilafda. Əksinə inkişafa səbəbdir ki. Və təvəccüh o birislərdə də var da. Və təvəccüh به آنها موجب سلب اطمینان از صحت روش ایشان می شود. جواب: اختلاف در مسائل نظری هر علمی امر اجتناب ناپذیر است. چنانکه فقها نیز در مسائل فقهی اختلافاتی دارند در صورتی که این گونه اختلافات دلیل بطلان علم فقه و روش دلیل بطلان علم فقه و روش ویژه آن نمیشه و چنانکه اختلاف دو نفر ریاضیدان هم درباره یک مسئله ریاضی دلیل بطلان ریاضیات نیست و توجه به این اختلافات باید انگیزه نیرومندی برای اندیشمندان متعهد باشد که بر تلاش و کوشش و استقامت و پشتکار خود بیفزایند تا به نتایج مطمئن‌تری دست یابند. 6 کسانی دیده شدند که در علوم فلسفی تحقیقات قابل تحسین داشته‌اند ولی هم در مسائل شخصی و اخلاقی دارای نقطه ضعف‌هایی بودند و هم در مسائل اجتماعی و siyasi. Bir çoxları fəlsəfə ilə məşğul olublar, amma həm əxlaqən pis adamdılar, həm siyasətdə ictimai deyir olsun da fəlsəfə ki bir nəfəri cəmiyyəti gülstan eləmir ki və yaxud bir nəfəri ilahiləşdirmir ki. Fəlsəfə sadəcə nəticə almaq üçün yollardan biridir, nəinki bütün yol. Nəinki bütün yol. Və həm də məsələn, pəs çegونه میتوان فلسفه کلید سعادت فردی و اجتماعی دانست. تأکید بر اهمیت و ضرورت فلسفه به این معنا نیست که این علم علت تامه و شرط کافی برای داشتن ایدئولوژی صحیح و رفتار عملی بر طبق آن است، بلکه به این معناست که شرط لازم برای دستیابی به ایدئولوژی مطلوب می باشد، یعنی پیمودن راه راست متوقف بر شناختن آن است و شناخت راه مستقیم متوقف بر داشتن جهان بینی صحیح و حل مسائل فلسفی آن. و اگر کسی گام اول را درست برداشت ولی در گام دوم ایستاد یا منحرف شد، دلیل آن نیست که در گام اول هم منحرف بوده است. Bir nəfər fəlsəfəni oxuyub sonraki yollar pis gedib, o demək deyil ki, fəlsəfə pisdir. Fəlsəfə öz yerində sonraki yollarını düzəltsin də. Bəlkə باید علت توقف یا انحراف او را در گام دوم پیجویی کرد. السلام علیکم و رحمت الله و برکاته.